1997-ci ilin 29 avqust günündə Bakının Zağulba kəndində prezidentin iqamətgahında Heydər Əliyev ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş baş tutur. Netanyahunun bu qısa müddətli səfərindən məmnunluğunu bildirən Heydər Əliyev sanki yalvarırmış kimi ondan kömək istəyir. Amerika Konqresinin xalqımız əleyhinə qəbul etdiyi 907-ci maddənin ləğv edilməsində ondan vasitəçi olmasını xahiş edir. Azadlığa dəstək aktı ilə qəbul edilən bu qanun ilə ABŞ Azərbaycana birbaşa dövlət yardımını yasaklamış və Azərbaycanın Ermənistan qarşısında özünün müdafiəsini işğal və erməniləri blokada kimi dəyərləndirmişdi. Amerika bu qətnamə vasitəsilə Azərbaycanı dünyaya işğalçı dövlət kimi tanıdırdı. Joe Biden və John Kerry'nin təşəbbüsü sayəsində 1992-ci ildə bu qanun ölkəmiz əleyhinə qəbul edilmişdi. Azərbaycanın işğala məruz qalan ölkə olduğu halda beynəlxalq arenada işğalçı dövlət kimi tanınmasının ən əsas səbəbi həmin bu düzəliş idi. İllərin siyasətçisi olan Heydər Əliyev yaxşı anlayırdı ki, Amerika tülkünün başı olduğu kimi İsrail də onun quyruğudur. Bununla belə onlardan yardım dilənmək yolunu tutmuşdu. Görüşü zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərini tərif edir və Xəzər dənizindəki neft yataqlarının bircə işlədilməsi haqqında Benyaminə məlumatlar verirdi. Daha doğrusu onu şirinlikləndirirdi. Xarici neft şirkətlərini işarə etməklə neft kəmərlərinin marşrutlarının müəyyənləşməsinə toxunur və xam neftin dünya bazarına çıxarılmasından danışırdı. Bir sözlə Heydər Əliyev Azərbaycanımızı və sərvətlərimizi İsrailə təqdim edir, həmçinin növbəti ildə keçiriləcək prezident seçkilərində qərb dairələrinin onu devirməməsi üçün onların istəyəcəyi hər bir şeyi qəbul etməyə hazır olduğunu bildirirdi. Bəs görəsən gizli baş tutmuş və illər sonra ortaya çıxacaq olan bu görüşdə Netanyahu Heydər Əliyevdən nə istəmişdi? Yahudilər Azərbaycanın maddi sərvətlərini istismar etməklə kifayətlənəcəkdimi? Böyük oyunlar artıq başlayırdı. Azərbaycan xalqını ağlına gəlməyəcək faciələr gözləyirdi.